Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahumme salli ala Muhammed ve ali Muhammed ve accil feracahum. Hər birinizi xoş gördük əziz dostlar. Bu ay Məhərrəm ayıdır, hüzünlü Məhərrəm ayıdır. İmam Hüseyn əleyhissalamın və vəfalı yaranlarının şəhadət günləridir və bu münasibətlə hamıya təsliyyət və başsağlığı deyirəm. Allah Teala hər birimizi İmam Hüseyn əleyhissalama layiqli tərəfdar və ona layiqli xidmətçi qərar versin. Ümumiyyətlə, Kərbəla hadisəsinin əsas səbəbləri nədir və burada ilahi höccətin rolu nədir və ilahi höccətə itaətin zəruriliyi nədir? Bu barədə ümumiyyətlə qeyd edilə bilərik ki, Kərbəla hadisəsi adi bir döyüş, siyasi bir savaş deyil idi. Bu hadisə əslində haqla batilin, hidayətlə zəlalətin və ilahi rəhbərlik ilə nəfsani rəhbərlik, nəfsani hakimiyyət arasında baş verən bir imtahan idi. Kərbəla mahiyyətini düzgün dərk etmək üçün biz ilk öncə anlamalıyıq və dərk etməliyik ki, ilahi rəhbərlik nədir və ilahi höccət nədir? Çünki İmam Hüseyn əleyhissalamın qiyamının əsasında məhz ilahi höccətə itaət mövzusu dayanır. Allah Teala bütün aləmin yeganə sahibidir və həqiqi hakimidir, mütləq hakimdir Allah Teala. Və Quran-ı Kərimdə də Allah Teala buyurur ki, Allahu nurus səmavat vəl-ərd. Allah göylərin və yerin nurudur. O bütün varlığı yaradan, yaşadan və idarə eləyəndir. Təbii olaraq da bu varlıq aləmini yaratdığı kimi onun hansı yollarla əbədi səadətə, əbədi xoşbəxtliyə çatmağı üçün lazım olan yolları, lazım olan qaydaların hər birini də bilən odur və insanlara çatdıran da odur. Təbii ki, ilahi qanunların çatdırılması üçün də Allah Teala öz tərəfindən seçilmiş peyğəmbərlər və imamlar, ümumilikdə ilahi höccətlər, ilahi rəhbərlər təyin etmişdir. Həmin höccətlər yer üzünün Allah tərəfindən təyin olunduğu höccətləridir, rəhbərləridir. İlahi höccətlərin vəzifəsi insanları Allaha doğru aparmaqdır. Allahı onlara tanıtdırmaq, bəşəriyyəti, insanları zəlalətdən xilas eləmək və əbədi səadətə çatdırmaqdır. Lakin ilahi höccətin əhəmiyyəti burada artıq gözə çarpır. Yəni, ilahi höccətin əhəmiyyəti bundan ibarətdir ki, insanları Allaha doğru aparsın. Yəni, hər bir fərdin həyatında ilahi höccətin zəruri bir məqamı vardır, zəruri bir obrazı vardır. Təbii ki, biz buna irfani baxışla da baxsaq, bunu qeyd edə bilərik ki, ilahi höccət Allahın feyzinin, rəhmətinin yaradılış aləminə, bütün məxluqata çatmasında böyük bir vasitədir. Allah Teala bərəkəti və rəhməti yalnız və yalnız ilahi höccət vasitəsilə məxluqatın üzərinə yağdırır. Belə desə, əsas səbəb ilahi höccətdir, kamil insandır. Yəni, bu aləmi bir çadıra bənzətsək, o hər bir çadırın özünə görə, özünə məxsus bir sütunları vardır və bir sütun da mərkəzdə o çadırı düzgün saxlamaq üçün ortadan qoyulan bir dənə sütundur. Yəni, bu aləmi, bu yaradılışı çadıra bənzətsək, höccətlər həmin o əsas sütunu təşkil edir. O sütun olmasa, çadır da dağlar. Necə ki, Həzrəti Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurmuşdur ki,
yer üzü bir an belə hüccətsiz qalsa, yer öz əhli ilə bir yerdə məhv olar. Ümumiyyətlə də, əgər ilahi hüccət də olmasa, insanların hidayət yolu bağlanır və ümumilikdə bütün aləm məhvə düçar olar. Buna görə də qeyd etdiklərimizə əsasən deyə bilərik ki, ilahi hüccət Allahın yer üzünə bəxş etdiyi, bəşəriyyətə bəxş etdiyi ən böyük nemətdir, ən böyük lütfdür, Allahın ən böyük rəhmətidir. Və ilahi hüccət həmçinin Allahın yer üzündəki ən aydın şəkildə Allahın sifətlərini bizlərə göstərən, təcəlli elətdirən aynadır, güzgüdür. Onlar Allahın elm sifətlərini, hikmət sifətlərini, mərhəmət, qüdrət və ümumilikdə bütün kamal sifətlərini kamil şəkildə özlərində cəm eləyən şəxslərdir. İlahi hüccətin əhəmiyyəti yalnız insanlara dini məarifin öyrədilməsi deyil və ilahi qanunların çatdırılması deyil. Həqiqətdə biz bunu bayaq qeyd elədiyimiz kimi irfani baxışla baxsaq, Allahın yer üzərindəki hüccəti varlıq aləmi üzərində ən kamil nümunədir. Yəni, kamil insandır. Kamil insan dedikdə nə nəzərdə tutulur? Kamil insan dedikdə bu nəzərdə tutulur ki, Allahın bütün sifətlərini özündə kamil şəkildə təcəlli eləsin. Ümumi olaraq Allah Taala tam şəkildə varlıq aləminə təcəlli eləyibdir sifətləri ilə birlikdə. Və bunu qeyd edə bilərik ki, bütün varlıq aləmində ilahi sifətlər müəyyən həddə, müəyyən çərçivədə vardır. Məsələn, hər bir şəxs öz-özlüyündə alimdir. Necə? Məsələn, az yaşlı uşağa da desən ki, 2 + 2 neçə eləyir? Deyəcək 4. O, buna nisbətdə alimdir. Və yaxud da ki, nəyin zərər, nəyin xeyir olduğunu istənilən insandan soruşsan, ağıllı istənilən insandan soruşsan, o həmin zərərli və yaxud da ki, faydalı şeyləri deyəcək. Bunlar öz-özlüyünə nisbətdə, yəni həmin o bildikləri məlumata nisbətdə alim hesab olunurlar. Və yaxud da ki, bir valideyn öz övladına rəhmət göstərirsə, mərhəmət göstərirsə, onu yedizdirir, yatızdırır, onu böyüdürsə, ona məhəbbət göstərirsə, bu, həmin ilahi məhəbbətin bir hissəsinin onda təcəlli etməsidir. Lakin varlıq aləmində bu cür təcəlli, yəni o varlığın, o yaradılışın öz həddi çərçivəsində ilahi sifətlər onda təcəlli tapır. Hüccətlər isə, yəni Allahın təyin elədiyi hüccətlər isə ən kamil insan olduqlarına görə və kamil insan varlıq aləmində ən üstün şəxslər olduqlarına görə Allah bütün sifətləri ilə kamil şəkildə o hüccətlərə təcəlli tapır. Kərbəla səhnəsində də buna misal göstərmək olar. Məsələn, İmam Hüseyn əleyhissalamın bütün dostları şəhid olub, Həzrəti Əbəlfəz ağa şəhid olub, Əlyəsğar ağa şəhid olub, xanım Zeynəb əsir götürülüb, xanım Rüqəyyə əsir götürülüb, İmam Səccad əleyhissalam əsir götürülüb və bütün İmam Hüseyn əleyhissalamın dostları, köməkçiləri, döyüş yoldaşları hamısı şəhid olub və bu tərəfdən gəlir İmam Hüseyn əleyhissalamın başını kəsməyə, Allah lənət eləsin, ayağın qoyur İmam Hüseyn əleyhissalamın sinəsinə ki, imamın başını kəssin. İmam Hüseyn əleyhissalam orada buyurur ki, məni öldürməsən, tövbə eləsən səni bağışlayaram. Yəni, burada İmam Hüseyn əleyhissalam öz canına görə demir. İmam Hüseyn orada ilahi hüccət baxışı ilə deyir onu. İlahi rəhmət baxışı ilə deyir. Necə ki, Hür ibn Yəzid Riyahi son anda qayıtdı. Yəni, nəticə etibarilə desək, bütün Kərbəla döyüşünün, bütün Kərbəla hadisəsinin səbəbkarı Hür olubdur. Çünki İmam Hüseyn əleyhissalamın qoşununun qabağını kəsib, İmam Hüseyn əleyhissalam ona dedi, onda imkan ver, mən çıxım gedim,
ona icazə vermədi, imkan yaratmadı və nəticədə Kərbəla hadisəsi baş verdi. Və İmam Hüseyn əleyhissalam sonraki dönəmlərdə Hürrün gəlib tövbə etməsindən sonra, imamdan bağışlanma istəyindən sonra o Hürrü bağışlayır. Və budur ilahi rəhmətin, Allahın Rəhman sifətinin, Rəhim sifətinin və Qafur sifətinin kamil təcəllisi Kərbəlada özünü göstərir. Buna görə də Allah Taala insanı xəlifə adlandırmışdır. İnni cailun fil ardı xəlifə. Mən yer üzündə xəlifə qərar verdim, xəlifə yaratdım. Yəni, kamil insan olaraq yaratdım. Kamil insan yer üzünün xəlifəsidir. Bunu Allah Taala Quran-ı Kərimdə buyurur. Və 14 məsum əleyhissalam kamil insan olduqlarına görə elə Allahın yer üzündəki höccətləri də məhz bunlardır. Qeyd etdiyimiz kimi ilahi sifətlərin təcəllisidirlər, təzahürüdürlər. Buna görə də onları tanımaq, onların haqqı ilə tanımaq, onlara itaət etmək insanın kamilliyə çatması üçün, əbədi saadətə çatması üçün ən əsas şərtidir. Ümumi olaraq höccət iki cürdür. Allah Taala iki cür höccət qərar veribdir. Biri zahiri höccət, biri batini höccət. Batini höccət insanın ağlıdır. Ağıl əsasında Allah Taala insana dəyər verir. Quran-ı Kərimdə də ayə var ki, Allah Taala buyurur, səhv eləmirəmsə Əraf surəsindədir. Allah Taala buyurur ki, onların qəlbi var, düşünmür. Onların qulaqları var, eşitmir. Onlar heyvandan da aşağıdılar. Yəni, ağıla tabi olmayan şəxsləri Allah Taala dörd ayaqlı heyvan, kəl-ən'am, bəl-ədallu. Onlar heyvan kimidirlər, bəlkə ondan da aşağıdılar. Çünki ağıl insanın daxilində haqqı batildən ayırmağa kömək eləyən elə əsl ilahi nemətlərdəndir. Məhz ağıl sayəsində insan digər varlıqlardan fərqlənir və üstünlük qazanır. İlahi məsuliyyəti də həmçinin ağıl vasitəsilə insan dərk edir. İmam Əli əleyhissalam buyurmuşdur ki, Allah heyvanlara şəhvət vermişdir və qəzəb vermişdir. Mələklərə isə yalnız və yalnız ağıl vermişdir. Və yalnız insana ağıl, şəhvət və qəzəb verilmişdir. Bunların hər biri verilmişdir. İnsanın üstünlüyü də məhz bundadır. Buna görə də insan seçim sahibinə malikdir, ixtiyar sahibinə malikdir. O, əgər ağlına tabi olsa, mələkdən də üstün olacaq. Yox, əgər ağlı kənara qoyub şəhvət və qəzəbinə tabi olarsa, o zaman heyvan və yaxud da ki, heyvandan da aşağı misalı Quran-ı Kərimdə Allah Taala buyurur onun üçün. Lakin ağıl nə qədər böyük nemət olsa da onun imkanları məhduddur. Çünki ağılın da qəbul eləyə bilməyəcəyi şeylər var. Ağılın da özünün müəyyən çərçivəsi var, müəyyən həddi var. Elə şeylər var ki, ağıl onu dərk eləmir. Buna görə də batini höccətlə yanaşı zahiri höccətdə göndərmişdir Allah. Zahiri höccətlər imamlar və peyğəmbərlərdir, əleyhissalam. Onlar yalnız ilahi hökmləri çatdırmaq üçün deyil, bayaq qeyd elədiyimiz kimi, insanları əllərindən tutaraq kamillik yolunda Allah üçün yetişdirməklə mükəlləfdirlər. Yəni, insanları kamilləşdirib Allaha doğru yönəldirlər. Və Allahın elmi onlarda təcəlli tapdıqlarına görə, kamil şəkildə təcəlli tapdıqlarına görə elm sifəti, alim sifəti. Ona görə də artıq bu məsumlarda səhv eləmək lüzumu yoxdur. Artıq bunlar səhv eləmirlər. Çünki məsumdular, Allahın xəlifəsidirlər, Allahın yer üzünə təyin elədiyi höccətlərdirlər. Əgər bunlar səhv eləyirlərsə, o zaman biz gərək Allahda da nöqsan axtaraq ki, günahkar, xəta eləyən, günah eləyən şəxsi imam seçibdir. Məhz buna görə də ilahi höccətə itaət zəruridir.
onlara itaat eləmək vacibdir. Bu səbəblərə görə ilahi höccətə itaat sadəcə olaraq dinin göstərişi deyil, insanın dünya və axirət səadətinin əsas şərtidir. İlahi höccəti tanımayan və yaxud da ki, tanıyıb ona itaat eləməyən şəxs gec-tez öz nəfsinin qurbanı olacaq və dünyanın əsirinə çevriləcək və bununla da əbədi zəlalətə düçar olacaq. Bu həqiqət Kərbəla hadisəsində tam aydınlığı ilə özünü göstərmişdir. Kərbəlada insanlar iki yol arasında seçim etdilər. Allahın höccəti olan İmam Hüseyn əleyhissalamın yolu və dünya hakimiyyəti uğrunda çalışan Yezidin yolu. Bu seçim onların əbədi olaraq taleyini müəyyənləşdirdi və qiyamət gününə qədər İmam Hüseyn əleyhissalam seçim qoydu ortaya. Ya izzət, ya zillət. İlahi höccətlərin ən mühüm xüsusiyyətlərindən biri də insanların hidayətini hər şeydən üstün tutmağıdır. Biz bunu məsum imamların həyatına nəzər saldıqda da görürük ki, onların bütün davranışları, bütün məqsədləri, hədəfləri insanları Allaha doğru yönəltməkdir, hidayət etməkdir. Və onlar heç zaman şəxsi mənfəət, hakimiyyət və yaxud da ki, dünya nemətləri uğrunda mübarizə aparmamışdılar. İmamlar ümumiyyətlə hər şəxslə onların düşüncəsi, iman səviyyəsi, şəraitinə uyğun davranırdılar. Çünki məqsədləri onları məğlub etmək deyil idi, onlara qarşı deyil idi, onları hidayət eləmək idi. Hətta düşmənləri ilə də qarşılaşdıqları zaman İlk növbədə onları haqqı çatdırırdılar, onlara nəhyəz münkər eləyirdilər, əmr bə məruf eləyirdilər və xilas yolunu göstərirdilər. Lakin onlar artıq qəbul etmədikləri müqabilində artıq imamlar qılınca əl atırdılar və məcburiyyətdən artıq döyüşürdülər. Çünki onlar istəyirlər ki, hər kəs hidayət olsun, hər kəs doğru yola yönəlsin. Biz bunu Əli əleyhissalamın həyatında, döyüşlərində də İstər Xeybər döyüşündə, istər Xəndək döyüşündə biz görürük ki, əvvəlcə qarşı tərəfi hidayətə doğru cəlb eləmək istəyir, hidayətə çəkmək istəyir, xoş rəftar göstər ona. Döyüşdən əvvəl o qarşı tərəfə İslamı tanıtdırır və haqqa dəvət eləyir. Lakin haqqı qəbul etmədikdə, qılınc qaldırdıqda məcbur da onunla döyüşəsi olur. Bu, məsum imamların əsas prinsipidir. Əvvəl hidayət, sonra isə zərurət yaranarsa, hidayət əgər qapısı bağlanarsa, artıq döyüşürdülər. Eyni həqiqəti biz Kərbalada da görürük. İmam Hüseyn əleyhissalam Mədinədən çıxdığı gündən Aşura gününə qədər insanları haqqa çağırdı. İstər Mədinədən Məkkəyə gedəndə, yol boyu, Mədinədə həmçinin və həmçinin Məkkəyə çatdıqda da Məkkədə də çoxlu görüşləri oldu. İmam Hüseyn əleyhissalamın çoxlu söhbətləri oldu və imamı bu işdən çəkindirməyə çalışırdılar. Lakin İmam Hüseyn əleyhissalam dedi ki, mən ümmətimin islahı üçün bu mübarizəni başlatmışam. Kərbəlada Aşura günündə Ömər İbn Sədin ordusunun qarşısında İmam Hüseyn əleyhissalamın etdiyi xütbələrdə, nitqlərində dəfələrlə öz məqsədinin açıqlandığını biz görürük. Və o buyururdu ki, məqsədi hakimiyyət əldə etmək deyil idi, məqsədi cəddi Rəsulullahın ümmətinin islahı idi, yaxşılıqlara dəvət edib pisliklərdən çəkindirməkdir. Bunu İmam Hüseyn əleyhissalam Mədinədə də demişdi, yollarda da demişdi, kimlənsə rastlaşanda, Məkkədə də demişdi və gəldi Kərbəlada da bunu dedi. Biz görürük ki, imamlarımız hidayət imamlardılar. Hətta Aşura günündə döyüşə başlamamışdan əvvəl düşmən ordusuna xitab edərək onları düşünməyə çağırdı. Onlara öz soyunu, öz nəslini, Rəsulullahla qohumluğunu xatırlatdı salavatullah aleyh. Və soruşdu, mən sizin hansı haqqınızı tapdalamışam ki, qanımı halal hesab edirsiniz. Lakin onların qəlbləri dünyəvi şeylərlə elə dolmuşdu ki, haqqı eşitsələr də qəbul etmədilər. Allah Teala Quran-ı Kərimdə buyurur, Summun, bukmun, umyun, fəhum lə yərciun. Onlar kardılar, kordular, laldılar, ona görə qayıtmırlar.
Rəvayətlərdə qeyd olunur ki, İmam Hüseyn əleyhissalam son anlarında belə Allahın rəhmət qapısını bağlamadı. Öz bağışlanmaq, əfv etmək qapısını bağlamadı. Düşmənləri tövbə edib nicat tapmaq istəyirdi. İmam Hüseyn əleyhissalam onları bağışladı. Təbii ki, təkcə hür deyil Yezdin qoşunundan İmam Hüseynə qoşulan. Çoxlu sayda şəxslər qoşuldu İmam Hüseynə Kərbəlada. Bunların hər biri Allahın Rəhman, Rəhim, Qafur sifətinin təcəllisidir. Belə bir şəxsə qarşı, belə bir ilahi rəhbərə qarşı vuruşmağın səbəbi nə idi? Bu sualın cavabı Kərbəla hadisəsinin əsas səbəblərini ortaya qoyur. Dünyapərəstlik. Kufə əhalisinin böyük bir qismi İmam Hüseynin məktublarla dəvət etsələr də, dünya mənafiyi təhlükəyə düşəndə artıq İmam Hüseyni tək qoydular. Onlar Allahın razılığını deyil, vəzifəni, mal dövləti, var dövləti, canı qorumağı üstün bildilər. Tamahkarlıq, Yezid və onun valiləri tamahkarlıq üstündə, dünya üstündə İmam Hüseynə qarşı vuruşdular. Ömər Səd nə edirdi? Ömər Sədə nə tapşırılmışdı? Ömər Sədə Rey mülkünün rəhbərliyi tapşırılmışdı. Rey mülkünə görə, dünya malına görə Allahın rəhmət sifətini qətlə yetirdi, şəhid elədi. Allahın insanlar üzərinə lütfü, rəhməti, bərəkətinin nazil olma səbəbini Kərbəlada şəhid elədilər. İmam Hüseyn əleyhissalamı şəhid elədilər. Bəsirətsizlik, bir çox insan haqqı tanıya bilmədi orada. Və bunlar məktublar yazmışlar İmam Hüseyn əleyhissalama. Lakin sonradan İmam Hüseynə qarşı çıxdılar və öz ürəklərində, öz aləmlərində ictihad elədilər ki, İmam Hüseyn yanlış elədi və qoşulmadı onlara. Bəsirət yalnız bu gözlə görmək deyil ki, bəsirət odur ki, qəlblə həqiqəti dərk edəsən. Qəlbi kör olan insan Allahın hüccətinin qarşısında belə, yəni qabağında belə görsə, Allahın hüccətini əyani şəkildə də görsə belə onu tanımayacaq. Necə ki, Həzrəti Yusufun qardaşları onu tanımadılar. Təfəkkürsüzlük, düşüncəsizlik. Quran-ı Kərimdə Allah Taala dəfələrlə insanları düşünməyə dəvət eləyir. Yüzlərlə ayə qeyd eləyir, möcüzələr göstərir, möcüzələri qeyd eləyir. Axırda da buyurur ki, əfələ yəqilun, əfələ təqilun. Bəlkə düşünəsiniz, bəlkə təfəkkür eləyəsiniz. Niyə düşünmürsünüz? Kimi ayələr buyurur Allah Taala Quran-ı Kərimdə. Lakin Kərbəlada biz görürük ki, insanlar düşünmək əvəzinə kütlənin ardınca getdilər. Onlar Allahın hüccətinin kim olduğunu araşdırmadılar. Zalım hakimiyyətin təbliğatına aldanaraq ən böyük cinayətə əl atdılar. Təkəbbür və nəfsə itaət. İnsan öz nəfsini Allahın hökmündən üstün tutduqda haqqı qəbul etmək onun üçün ağırlaşar. Kərbəla ordusunun böyük bir hissəsi həqiqəti bildikləri halda təkəbbür və nəfsani istəklərinə görə İmam Hüseynin qarşısında dayandılar. Ömər Səd İmam Hüseyni tanımırdı. Şimir İmam Hüseyni tanımırdı. Yoxsa İbn Ziyad İmam Hüseyni tanımırdı. Yoxsa Yezid İmam Hüseyni tanımırdı. Hər biri təkəbbürlük, nəfslərinə itaət ucbatından İmam Hüseyn əleyhissalamın, Peyğəmbərin canı ciyəri olan İmam Hüseyn əleyhissalamı qətlə yetirməyə əl atdılar. İmam Hüseyn əleyhissalamı şəhid etdilər. Beləliklə bunu deyə bilərik ki, Kərbəla hadisəsinin əsasında yalnız siyasi amillər rol oynamırdı. Hökumət, hakimiyyət davası deyil idi. Yezid tək məsələ bu deyil idi ki, hakimiyyət də qalsın. Onun mənəvi xəstəlikləri, rəzil sifətləri, əxlaqi sifətləri, yəni əxlaqi rəzil sifətləri də öndə dayanırdı. Dünyapərəstlik, tamahkarlıq, bəsirətsizlik,
düşüncəsizlik, təkəbbür və s. bu kimi sifətlər insanları Allahın höccətinə qarşı çıxardı və tarixdə ən böyük faciə bəlkə də yaşandı. Və burada İmam Hüseyn əleyhissalamın, yəni ilahi höccətin insanlara, özündən sonrakılara qiyamətə qədər mesaj qoydular. Mesajları oldu. Mən və mənim kimilər Yezid və Yezid kimlərə beyət eləməz. Bu tək o zamanın məsələsi deyil, bu ideoloji bir məsələdir. İmam Hüseyn əleyhissalam ideoloji bir məsələdir. Allah Teala Quran-ı Kərimdə buyurur: Euzubillahimineşşeytanirracim. Ya eyyuhellezine amenu atiullah və atiur rasul və ulil emri minkum. Allaha, Rəsuluna itaət edin və özünüzdən olan əmr sahiblərinə də itaət edin. Bu ayə göstərir ki, Allahın itaəti elə Peyğəmbərin itaətidir. Peyğəmbərin itaətindən sonra isə Allahın təyin etdiyi rəhbərlərə itaət olunmalıdır. Bunların heç biri bir-birindən ayrı deyil. Allahın və Peyğəmbərinin təyin elədiyi imamlar, onlara itaət, Peyğəmbərə itaətdir, Peyğəmbərə itaət isə Allaha itaətdir. Çünki Allah Teala heç bir zaman insanları öz başına buraxmamışdır, höccətsiz qoymamışdır. Hər dövrdə insanlar üçün haqqı batildən ayıran bir höccət göndərmişdir. İmam Hüseyn əleyhissalam da öz dövrünün ilahi höccəti idi. Allahın təyin elədiyi bir imam idi. Onun qarşısında dayanmaq yalnız bir insana qarşı çıxmaq deyil idi. Bu Allahın hökmünə qarşı çıxmaq idi. Bu Peyğəmbərin sünnəsinə və ilahi rəhbərliyə qarşı çıxmaq idi. Buna görə də Kərbəla hadisəsi adi bir döyüş deyil idi. Bu imanla küfrün, əvvəldə qeyd etdiyimiz kimi hidayətlə zəlalətin, itaətlə üsyanın, haqla batilin mübarizəsi idi. Necə ki, Həzrəti Rəsulullah sallallahu aleyhi və səlləm Xəndək döyüşündə İmam Əli əleyhissalam Əmr ibn Əbdüvədlə döyüşəndə Peyğəmbər buyurdu ki, bugün bütün haqla, bütün küfür, bütün batil üz-üzə dayanır. Elə həqiqətən də Kərbəlada da bu cür oldu. Bütün haqq, bütün batilə qarşı mübarizəyə qalxmışdır. Çünki o dönəmdə artıq ondan çox, yəni İmam Hüseynin yanında bütün nə qədər haqqı qəbul eləmiş şəxslər var, tam şəkildə haqqa itaət edən şəxslər var idisə, hamısı İmam Hüseynin yanında cəm olmuşdu. Və demək olar ki, bütün haqla, bütün küfür, batil üz-üzə dayanmışdı. İki ordu qarşı-qarşıya dayanmışdı. Biri sayca az olsalar da Allahın razılığını hər şeydən üstün tutmuş insanlar idi. Digər tərəfdə isə sayca çox olsalar da, lakin qəlbləri dünya sevgisi ilə dolmuş zəlil insanlar idi. Allah Teala Quran-ı Kərimdə buyurur, nə az dəstə var ki, onlar şükür eləyirlər. Doğrudur, zahirdə Yezid qalib gəldi, lakin həqiqətdə Allahın sifətləri Kərbəlada qalib gəldi. Ma rəəytu illa cəmilən. İmam Xam Zeynəb salamullah əleyha bunu buyurmuşdur ki, biz gözəllikdən başqa bir şey görmədik. İmam Hüseyn əleyhissalam qılıncla hakimiyyət qazanmaq üçün deyil, haqqı yaşatmaq üçün qiyam elədi. Əgər məqsədi dünya hakimiyyəti olsaydı, Yezdə beyət eləyərək rahat da həyat tərzi sürərdi. Lakin bilirdi ki, Yezdə beyət etmək İslamın ruhunun, İslamın həqiqətinin məhv olmağı deməkdir. Ona görə buyurmuşdu ki, mən zülmə boyun əymək üçün deyil, babamın ümmətinin, cəddimin ümmətinin islahı üçün qiyam etdim. Bu cümlə Kərbəla məktəbinin mahiyyətini ifadə edir. Kərbəla bizə öyrədir ki, haqq uğrunda bəzən lazım gəlsə can verəsən, vətən uğrunda, torpaq uğrunda, yeri gəlsə canı verəsən. Lakin haqqı heç vaxt tapdalamaq olmaz. Kərbəla həmçinin göstərdi ki, insanın nicatı yalnız və yalnız elm oxumaq, ibadət eləmək deyil, bəsirətlə mümkündür. Ola bilər kimsə
heç ibadət eləməsin. Kərbəlada, məsələn, biz bunu görürük ki, yolda İmam Hüseyn əleyhissalam bir xristiyanı özünə cəlb eləyir. Və o xristiyan heç bir zaman ibadət etmədiyi halda, namaz qılmadığı halda gəldi Kərbəlada şəhid oldu. Hür özü ömür boyu zülmə xidmət göstərmişdir, küfrə xidmət göstərmişdir. Lakin həqiqi tövbə edərək gəldi, son anda nicat tapdı və elə bir məqama çatdı ki, hal-hazırda bütün İslam ümməti haqla batil mübarizəsində Hürrü də misal çəkirlər. Lakin biz baxırıq Küfəlilərə. Küfəlilər namaz da qılırdı, oruc da tuturdular, zəkat da verirdilər, xums da verirdilər. Onlar Allahın buyurduqlarına əməl edirdilər. Quran-ı Kərimi öpüb alınlarına qoyurdular. Lakin nə oldu? Canlı Quranı İmam Hüseyn əleyhissalamı tanımadılar. Deməli, ibadət bəsirətlə yanaşı olmalıdır ki, insan nicat tapsın. Biz gərək hər birimiz özümüzdən bu sualı soruşaq. Əgər mən Aşura günü yaşasaydım, hansı tərəfdə olardım? Bu sual tarix üçün deyil. Bu sual hər dövrdə aktualdır. Hər bir zamanda aktualdır. Çünki hər zamanda haqla batil vardır. Hər zamanda Allahın yolunu müdafiə edənlər və ona qarşı çıxan əks cəbhə vardır. Bu səbəbdən Kərbəla yalnız və yalnız Hicri 61-ci ilin hadisəsi deyil. O, hər bir insanın qəlbində davam edən bir mübarizədir. Həm insanın zahiri mübarizəsi, həm batini mübarizəsi. Kim İmam Hüseynin yolunu seçirsə, deməli, haqqın yolunu seçib, Allahın yolunu seçib, həqiqətin yolunu seçibdir. Kim Yezidin yolunu seçmək istəyirsə, o nəfsinə aldanacaq, nəfsini seçməlidir. Öz istəklərini, öz mənfəətlərini seçməlidir. Bu yol insanı əbədi zəlalətə aparır. Lakin biz İmam Hüseyn əleyhissalamın yolunu bilirik və biz o yola itaət eləyirik. Allaha sonsuz həmd olsun ki, bizləri İmam Hüseyn əleyhissalamın yolunda qərar veribdir. Və sonda bunu da qeyd edeyim ki, Həzrət Peyğəmbər sallallahu əleyhi buyurmuşdur ki, qiyamətə qədər möminlərin qəlbində İmam Hüseynə aid elə bir hərarət vardır ki, elə bir məhəbbətin bir hərarəti vardır ki, qiyamət gününə qədər o hərarət heç bir zaman sönməyəcək. Allah Taala inşallah İmam Zaman ağanın zuhurunu təcil etməklə bütün dünyada haqqı, ədaləti bərqərar eləsin. İmam Hüseyn əleyhissalamın yolundan bizi ayrı salmasın və başda İmam Zaman ağa olmaqla bir daha hər birinizə təsliyyət və başsağlığı deyirəm. Allah Taala İmam Hüseyn əleyhissalamın inayətin, lütfünü və şəfaətini bizlərə nəsib eləsin və bu dünyada da həmçinin ziyarətini bizlərə nəsib eləsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.